necə salamlaşım? Hər kəsə salam dostlar. Bugün sizlərlə birlikdə yenə mənəm, yenə. Haradasa deyəsəm bir aydır sizə vlog atmıram. Bugün soyuq əllərə gedəcək. Soyuq əllə istəyirlər. Gəlsən. Hə, yox. Deməli sizə Optimus Prime. Sizə də vlog çəkəcəm oradan. Əsasən də dayımın həyat yoldaşına bu videonu çəkirəm. Nəysə, hazırlaşaq. Mama, bizim soyuq əllərə girməmizdən yəni nə düşünürsən? Görünmürsən. Soyuq əllərə getmənizdən yaxşı şeylər gözləyirəm. Yəni Bilirəm ki, nə qədər pulum çıxacaq. bəli, bəli. Əsas odur. Mama bank koymuşam bunları. Deməli tapmağa çalışacağıq. Keçən il gedəndə bir dənə noodle yemişdim. Onu da Gülbalanla tapmışdıq da. Yəni elə bir labirint idi. Özdə yox, keçən il deyildi. 2 il əvvəl idi. Sıra çox idi. Ona görə biz günorta gedirik. Bu birincisi. İkincisi nə yeyəcək? Çubuq, doltoz, kumpir. Biraz çox oldu öyle. Mochi, İzmir bombası. Bir də çiyələyi bilmirəm hələ. Çiyələyi bəlkə yemədim. Əjdaha nəfəsi. Əjdaha nəfəsi istəyir, amma məncə mənasız bir şeydir. Yaxşıdır. Yaxşı. Bu videonu dayımın həyat yoldaşına görə əslində çəkirəm ən çox. Çünki vloglarıma həmişə baxır. Lamış sənədir bu video. Deməli orbitimiz var. Bilmirəm bunu niyə sizə dedim, amma yenə də hər şeydən xəbəriniz olsun deyə. Deməli Çatdıq. demək olar ki çatdıq. Qabaqdadır, indi sizə də göstərəcəyik. Deməli biraz çətinliklə tapdıq. Sizə yadda saxla, yəni siz yadda saxlayasınız deyə. Baxın orada şey var. Xaqani'nin əvvəli Chicken Port var, bir də Xaqani'nin ticarət mərkəzi. Oradan düz gəlirsiniz, buradır o şey. Neyse. Mən çox adam oranı da tərifləyir. Yaxınlaşdıq. Oy, bazı. Mini burger standıdır. Bu mini burgerdir, barbekü sosunda. Hə. Baxın. Dostlar, gəlin dadına baxaq. Dadına daha doğrusu baxdım Instagram videom üçün, amma doğrudan dadlıdır. Dostlar, Rubuş bəyənmədi, amma mən çox bəyəndim. Barbekü sosuna görə böyük ehtimal bəyənməmişdim, amma mən çox bəyəndim. Tövsiyə edirəm. Bəli. Dayandır. Növbəti dadına baxacağımız stand corn dogdur. Məncə bəyənəcək. Çünki həm Koreya yeməyidir, həm də dadlı olacağına inanıram. Gəl. Səncə dadlı olacaqmı? Məncə olacaq da. Məncə də dadlı olacaq. Çox adamın əlində var. Böyük ehtimal bəyənilən bir şeydir. Belə. Necə? Bəyəndin? Dadına bax, yenə. Twice shy. Mahnını bilməm həvəsliyim. Necədir? Bu yiyim. Növbəti stand, əlbəttə ki, kumpir. Düzdür. Düzdür. Kumpirimiz də belədir. Bəli. Eyb yox. Dadına baxın. Bax. Acıdan çox götürmə, yeyə bilərsən. Bu acıdır. Yox. Dadlıdır. Çox. Oturmalıq yer çox deyil. Qəhrəndim. 9 manat idi, hə? Hə. Tövsiyə edirik. Hə. Məncə də edirik, dadlıdır. Növbəti yaxınlaşdığımız stand Noodle Pandadır. Panda noodle, Noodle Panda. Noodle'umuzu götürdük. Baxın necə doldu. Krevetkalı götürmüşəm yer gəlmişəm. Gözlədiyimdən yaxşıdır. Çox bəyəndik. Növbəti stand isə xırt-xırtdır. Bəyəndik. 4 manat idi dostlar. Bəyəndik, dadlıydı. Bəyəndim ki yiyirəm. Məncə bu il daha dadlıdır. Belə yağlı, qəşəng havalar. Buranı çək. Əlbəttə ki, dadlıydı balıq etmək. Yəni nə gözləyirəm.
Balığı da qəşəngdir. Belə grill dadı gəlir. Qəşəngdir. Dostlar, Doritos dadına baxırıq. Böyük ehtimal eşitmisiniz buranı. Bu kimin stendidir Nuray? Vloger Vüqar Əminin. Baxırım. Əladır. Ən çox buna görə gəlmək istəyirdim. Mən də. Sonralara. Ən dadlılarından. Belə. Bunun mənasını hələ də anlaya bilmirəm. Deyirəm mənasını hələ də anlaya Mənası yoxdur, amma dadlıdır. Kukuruzda sadəcə nəsə eləyiblər, yəni buzdandır, kesin, nə desəm. Amma yəni maraqlı bir şey istəyirsə dadına baxa bilərsiniz. 6 manat idi səhv eləmirəmsə. You give it away. Oxu da. Nəyi? Mahnını. Davamını bilmirəm. Yaxşı. Dostlar, çox dadlıdır. Dadına baxdım. Hələ bu qədər deyildi, daha çox yemişik sadəcə. Doluram. Nəli paprika istəyirsən? Bunlardan alır. Çəkək video. Sən buna bax, mən də onu. Dostlar, moçlarımız. Dadını çox bəyəndik. Əladır. Necədir? Əla. Bu səndən İçindəki bundan mochi kimidir. Dostlar, Dubai strawberry yenir fiyatdan da axtarırıq yəni. Belə bir şey. Dadına bax. Ülkerin Dubai şokolatı dadı gəlir. 10 manat idi. Neyse, geldik soğanlar süreylerden düzü rubuş. Rubuş biraz. Neyse, soda. Ne değil? Yok, gülməli deyil düzür. Niye koyacağım? Neyse, gelmişik Qaraçuxurumuza. Şükür Qaraçuxura olsun. Yaxşı ki Qaraçuxurda yaşayırıq vəbşi. Deməli, təəssüratlarımız o idi ki, hesablamışdım mən evdə təxmini nə qədər çıxacaq da. Maraqlı idi mənə. Ondan daha çox çıxdı, çünki əlavələrimiz olmuşdu. Ümumi hamısının dadını bəyəndik. Bir dənə bu Dubai strawberry nəsə belə bir şeydi adı. Onu gözlədiyim kimi çıxmadı. Yəni iyrənc deyildi, əla da deyildi, belə orta. Məncə daha dadlı ola bilərdi. Çox şey gözləyirdim ondan. Bir saniyə. Ən sevdiklərimdən biri corn dog oldu. Çünki mozzarella çubuqları olaraq onların kopyasıydı. Sadəcə böyük formatda, bir də çubuqlu və soslu. Nəysə, dadlıydı hamısı. Mən nəyi bəyəndin, nəyi bəyənmədin? Corn beğendim. Corn dogu bəyəndi, hə. Sonra Ən favoritin hansıdır? Birinci yer. benim mochi, balık ekmek Hı. ve Elə onlara görə getmişdi corn dog. Bəs heç bəyənmədin, heç bəyənmədin də. Məncə o barbekü soslu Özü Özü qəşəng. geçendi ama barbekü sosundan beğenmedim. Ne Ha. tadı geldi. Hə, amma mən isə daha deyil. Doritos da doğrudan da doludur. Yəni hələ yemişik yarısını. Doludur. O da buranın işini çox bəyəndim axır vaxtda. Düşünürəm ki, video bu qədər idi. Ümid edirəm bəyənmisiniz. Sağ olun, görüşərik.